Salam, mən Günay Xəlilli, kimya müəllimi. 2025-ci il kimya test toplusundan kimyanın ilkin anlayışları mövzusuna baxaq. Deməli, uşaqlar, maddələr, xassələri, təsnifatı, qarışıqları və onların ayrılma üsullarından bir neçə suala həm izah verərək, mövzunun izahını verərək, həm də testlərin izahını verərək davam edək. Birinci sual. Baxaq görək birinci sualda nədən söhbət gedir. Deməli, distillə ilə ayrılma üsulu əsasən maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır. Bilirik ki, uşaqlar, distillə ilə ayrılma üsulu spirt üstəgəl su, yəni spirtlə suyun qarışığı homogen qarışıqdır və demişdik ki, spirt 78-80 dərəcədə qaynayır, su isə 100 dərəcədə. Deməli, qaynama temperaturu xassəsinin müxtəlifliyinə əsaslanır. B variantı. Durultma ilə ayrılma üsulu əsasən maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır? Durultma ilə ayrılma üsulu yağla suyu, yəni heterogen qarışıqdır bildiyimiz kimi. Heterogen qarışıqlarda yağla suda nəyə görə demişdik yağ suyun üzərində qalır? Sıxlıq fərqinə görə. Ona görə də burada elə cavab olacaq sıxlıq. Daha sonra xromatoqrafiya ilə ayrılma üsulu əsasən maddələrin hansı xassəsinin müxtəlifliyinə əsaslanır? Xromatoqrafiya ilə maye, qaz məsələn ayıra bilirdik bunları. Deməli, məsələn, mayedən elə söhbət getsə, boyalı su, düzdürmü uşaqlar? Boyalı suda lakmus kağızı ilə, deməli, biz lakmus kağızını boyalı suya saldıqda boyanı udur və boya ilə suyu ayırmış oluruq və burada da, deməli, adsorpsiya, udulma qabiliyyətinə əsaslanır. Daha sonra 4-5 kimyanı yeni öyrənən uşaqların ən çox çətinlik çəkdiyi suallardır. Seçə bilmirlər ki, hansı kimyəvi işarə bəsit maddəni göstərir. Burada mahiyyətini anlamırlar. Deməli, uşaqlar, burada belə olur. Bizə bəsit maddəni soruşur bizdən. Hidrogendir burada verilib, xlor, azot, brom. Bunlar kimyəvi elementin işarələridir. Bunların bəsit maddə olması üçün olmalıdır H2, xlor 2, N2, brom 2. Amma helyum, neon, argon, kripton, ksenon bunlar bir atomlu bəsit maddələrdir. Həm kimyəvi işarəsi neondur, həm də bəsit maddə kimi elə neon yazılır. Yəni ikisi yoxdur. Daha sonra eyni şəkildə 5-ci suala baxırıq. Hansı kimyəvi işarə bəsit maddəni göstərir? Burada da eyni şəkildə N2, xlor 2, fluor 2, yod 2 olmalıdır bəsit maddə olması üçün, amma elə argon bəsit maddə kimi verilmişdir. 6-cı sualdan davam eləyək. Bəsit maddələri müəyyən edin soruşur. Qaydanı yadımıza salaq. Maddələr fiziki xassələrinin sabitliyinə görə iki yerə ayrılırdı. Saf maddələr və qarışıq maddələr. Qarışıqlar. Deməli, saf maddələr özü bəsit və mürəkkəbə ayrılırdı. Bəsit deyirdik ki, eyni növ element atomundan ibarət olsun. Mürəkkəbdə isə müxtəlif növ element atomlarından ibarət olmalıdır. Ona görə də burada eyni növ element atomları H2 və oksigen. Cavabımız olacaq H2 və O2. Mürəkkəb maddələrdə isə müxtəlif növ element atomlarından ibarət olmalıdır və NH3 amoniakla nitrat turşusunu götürə bilərik. N2 və S bəsitdir. B variantı. Daha sonra bunlar baxırıq ki, eyni suallardır, eyni tipdir. Gəlin biraz məsələ tiplərə baxaq. Baxın uşaqlar 21-ci suala. 2 valentli metalın sulfat duzunun molyar kütləsi həmin metalın molyar kütləsindən 2,5 dəfə çoxdursa deyir. Mən 2 valentli metalın sulfat duzunu yazmağım üçün burada valentlikləri bilməliyəm. Valentliyə görə kimyəvi formulun tərtibini də bilməliyəm. Deməli, SO4 H2SO4-ün, yəni sulfat turşusunun turşu qalığıdır və 2 valentlidir. X da burada 2 valentlidir, düzdürmü? Özü verib 2 valentli. Bunlar ixtisar getdikdə indekslərə heç nə yazılmır. Elə olur XSO4 və deyir ki, XSO4-ün, yəni bu duzun molyar kütləsi yazıram X üstəgəl 32 üstəgəl 64, yəni 96 bərabər edərəm. Yəni bu təkcə metalın kütləsindən
2,5 dəfə çoxdursa deyirsə 2,5 x-a bərabər edərəm. Buradan da 1,5 x bərabərdir 96. X da bərabər olar neçəyə? Buradan 0 artırsaq 64. Cavabımız olar 64. Eyni şəkildə 22 də eynisidir. Daha sonra və məsələn bu cədvəllərə baxaq. Cədvələ baxmamışdan əvvəl gəlin 57-ci suala baxaq. Demişdik ki, metal və qeyri-metalların özlərinə məxsus nələri var uşaqlar? Özlərinə məxsus xassələri var. Demişik, metallar elektriyi, istiliyi keçirirlər. Metallar metal parıltısına malikdirlər. Metallar bərk halda olurlar, civə istisna maye haldadır və metallar deməli plastikdirlər, elastikdirlər. Yəni formaya sala bilirik də, forma verilə bilir. Amma ki, qeyri-metallar bunların tam əksidir. Elektriyi keçirmirlər və kövrəkdirlər. 1, 3 cavabımız Y variantı. Daha sonra 58. Bu tip cədvəl gördüksə, yəni uşaqlara daha asan, məsələn, yolunu belə deyək də, belə izah edim ki, ilk öncə, məsələn, X-da müsbət 40-dan aşağı temperatur olan bu tərəfdə düzdür. Buraya yazaram bərk. Yəni müsbət 40-dan da, müsbət 5-dən də, mənfi 10-dan da aşağı olan temperatur hissəsinə yazaram bərk. Orta hissəyə maye və qaynama temperaturundan yuxarı olan hissəyə yazaram qaz. Ondan sonra mən məsələni həll etməyim daha asanlaşır. Və bu temperaturları, bu aralıqları, bu müsbət 10, müsbət 60 verilib. X-da, Y-də, Z-də ayrı-ayrılıqda yerləşdirirəm. Müsbət 10, müsbət 40-da nədir? Aşağı temperaturda. Müsbət 60 aralıq temperaturda. Müsbət 10 burada Y-də belə, burada müsbət 60. Burada müsbət 10 eyni şəkildə və müsbət 60. İndi baxıram ki, hansının aqreqat halı dəyişmir. Bərk maye qaz olması deməkdir də aqreqat halı. X-də baxıram, bərkdən maye dəyişdi. X olanları çıxdıq. Y-dən Z-də isə baxın, maye dəyişmir deməli Y-dən Z-də. Bu qədər bəsit. 59-da eynisidir. Allotropik şəkil dəyişmələri xatırlayaq. Demişdik ki, allotropik şəkil dəyişmələri olan elementlər, atomlarımız fosfor, silisium, kükürt, daha sonra oksigen və karbon. İndi allotropik şəkil dəyişmələrinin olması X-da deyil, yəni var. Plus qoyulub müsbətdir. Deməli, kükürt, fosfor, oksigen seçə bilərəm. Və allotropik şəkil dəyişməsi yoxdur. Alüminium, azot, xrom. D variantı. Məsələn, 63-ə baxaq uşaqlar. 63-də nə deyir? Baxın, deyir ki, verilib A və B maddələri, aqreqat halları X verilib bilinmir və maye. Düzdürmü? B mayedir, A da bilinmir. Ayrılma üsulu Y-dir. A maddəsi B ilə müxtəlif cinsli qarışıq əmələ gətirirsə, X və Y-i müəyyən edin. Yəni, heterogen qarışıqdır. Heterogen qarışıqdan söhbət gedir. Baxaq. Ola bilər ki, bərk olsun. Bəli. X bərk ola bilər. Ayrıcı qıfla ayrılmaz axı, süzmə ilə ayrılır. Bax, burada Y səhv verilir. Bura süzmə olar. Daha sonra qaz distillə ola bilməz. Belə bir şey mümkün deyil. Daha sonra bərklə buxarlandırma. Bərklə buxarlandırmada artıq olacaq homogen qarışıq. Ona görə bu da ola bilməz. Sonra maye ayrıcı qıf verilib. Bəli. Maye ayrıcı qıf düzdür. Yağla su həm heterogendir, həm də ki, ayrılma üsulu da doğru verilib ayrıcı qıfla. Bu da belə.
uşaqlar hamısı eyni tiplidir. Bir də uşaqların ən çox çətinlik çəkdiyi məsələ tipi 89. Baxın uşaqlar. Həll edicilər verilib, su, spirt, efir və maddələrimiz verilib X, Y, Z. Bizdən soruşur ki, X, Y və Z maddələrindən ibarət qarışıqda bu maddələri ayırmaq üçün həll edicilərdən hansı ardıcıllıqla istifadə etmək lazımdır? Baxın uşaqlar, bizim birinci mərhələmiz nədən ibarətdir? Birinci mərhələdə bizə lazımdır ki, X, Y, Z üzrə bir həll olan, iki həll olmayan, bir həll olan, iki həll olmayan maddə hansıdır baxaq. Baxaq görək, baxın, həll edicilərdən də baxaq. Məsələn, bir həll olur ki, baxın birinci spirt. Görürsünüz, bir həll olan, iki həll olmayan. Deməli, spirtin də üzərinə xətt çəkirəm, spirt oldu. Birinci elə bizə lazımdır spirt. Və həll olan X oldu axı, görürsünüz, həll olan. X-in də üzərinə xətt çəkirəm, qalır Y-lə Z. İkinci mərhələdə isə lazımdır. Bir həll olan, bir həll olmayan. Burada da bizə lazımdır bir həll olan, bir həll olmayan. Baxın, efirdə bir həll olan, bir həll olmayan. Spirt, efir, sonra da qalır su. Spirt, efir, su. Baxaq görək A variantında. Daha sonra 94-də eyni tiplidir. Uşaqlar, valentlik kimya formullarının tərtibinə keçək. Deməli, valentliyə görə kimya formullarının tərtibinə baxmalıyıq burada. Birinci sualda valentliyə əsasən manqan oksid verilib, formulu müəyyən edildir. Bilirik ki, əgər valentliklər üzərində yazılıbsa və kimya formulu soruşursa, bunlar ixtisar gedirsə ixtisar edirik və çarpaz şəkildə yazırıq indekslərə. Burada ixtisar getmədiyi üçün 2 ilə 7, 2 gəlib manqanın indeksinə, 7 isə oksigenin indeksinə düşür. Cavab olur manqan 2, O 7. Eyni şəkildə burada dəmir 2, O 3. Y variantı. Daha sonra karbon bilirik ki, sabit 4 valentlidir və yaxud ora birləşən rabitələrin sayını 1, 2, 3, 4. Kükürt dəyişkən 2, 4, 6 valentlidir. Burada 6 valentlisi verilib. Rabitələri sayırıq 1, 2, 3, 4, 5, 6. Daha sonra 5-də hansı birləşmədə kükürt 4 valentlidir? Bizdən 4 valentlini soruşur. Dedik ki, kükürt dəyişkən valentlidir. 2, 4, 6 valentli ola bilir. B variantına baxaq. B variantında kükürt 2 valentlidir. Çünki misin indeksində 2 var. Görürükmü? Düzdür. Çıxdı. Bizdən 4 valentlini soruşur. SO3-də kükürt 6 valentlidir. Çünki oksigen sabit 2 valentlidir. Kükürt 6 valentli olduqda ixtisar gedir. Kükürdə qalır 3. 3 də gəlib oksigen indeksini çarpaz şəkildə düşdükdə SO3. Deməli, burada 6 valentli oldu. Çıxdı. Kalsium isə kalsium sabit metalımızdır. Sabit 2 valentlidir. Burada sabit 2 valentli olduğu üçün kalsium S isə formulumuzda. Deməli, kükürt də yəni 2 valentli olub ki, ixtisar gedib 1-1. İndekslərdə heç bir şey yazılmayıb. Daha sonra dəmir 2 S3-də isə baxırıq ki, dəmir 3 valentli, kükürt isə 2 valentlidir. Bu da çıxdı. SO2-də isə baxın uşaqlar, oksigen 2 valentli, kükürt isə 4 valentlidir ki, ixtisar gedib SO2 yazılıb. Bu qədər. Daha sonra burada məsələlərimizə baxaq. Məsələlərdən 13-cüyə baxaq görək. Burada bizdən nə istəyir, nə verilib. Xlor oksidinin 18,3 qramında 11,2 qram oksigen var. Deyir, oksidin formulunu müəyyən edin. Baxın uşaqlar. Xlor oksidini mən necə yazaram? Oksigen onsuz da bilirəm ki, sabit 2 valentlidir. Deməli, buradan özümüzə yer açıq. Aha. Deməli, 13-cü sualı həll edirik. Xlor oksidini yazaram.
xlor 2 OY. Çünki xlor dəyişkən valentlidir, oksigen sabitdir. Oksigenin ikisi gəlir, xlorun indeksinə düşür. Bizə şərtdə deyir ki, 18,3 qramında 11,2 qram oksigen var. Bəs nisbi molekul kütləsinə baxsam maddəmin neçədir? 35,5, 1 xlorumdur. 2-yə vuraram 71. Üstə gəl, oksigen atomum 16-dır, 16Y. Yəni molekul kütləsində nə qədər oksigen var? Elə 16Y. Buradan da məsələni həll edib Y-i taparam. Deməli, tənasübümü çarpaz yazası olsaq, deməli 18,3 vurulsun 16 Y bərabərdir 11,2 vurulsun 71 üstəgəl 16Y. Buradan 11,2-ni vurub açarıq 71-ə. Deməli 795,2 üstəgəl 11,2 vurulsun 16 Y-lə yazsaq 179,2 Y bərabərdir. Eyni şəkildə 18,3 vurulsun 16Y 292,8 Y. Daha sonra Y-ləri bir tərəfə yığırıq, çıxırıq. Deməli, neçə alınar? 179,2 çıxsaq 6. O da bizə verir 6 bərabər eləyirik. Y yazırıq bura 795,2-yə və buradan da Y bərabər olar neçəyə? 7-yə vursaq 42, 21, 23. Aha, 7, Y də olur 7. Deməli, bizim forma xlor 2 O7. B variantı. Davam eləyək. 14-ə baxaq. 14 də bu tipdədir. Deməli, bizə verilib yenə N2OY bu şəkildə yazsaq və verilib 22 qramında 8 qram oksigen var. Baxıram ki, 28 üstəgəl 16Y-də isə nə qədər var? 16Y qədər oksigen var. Buradan Y-i taparam ki, 28 üstəgəl 16Y bərabərdir 44. Y-ə. Buradan da 28 üstəgəl 16Y. Aha, 44Y. Burada da bizə olur elə 28 Y bərabərdir. 28-ə Y də bərabərdir 1. Deməli, mənim burada formulum olacaq elə N2O. Y-im yəni 1-dir deyə. D variantı. Daha sonra 15-ci suala baxaq. X sabit valentlidir. Deməli, maqnezium ola bilər, sink ola bilər. Y dəyişkən valentlidir. Xrom ola bilər. Daha sonra Z isə sabitdir deyir. Yenə maqnezium B variantı. Daha sonra 50-də yenə reaksiyanı yazıram. YO3 üstəgəl XOH, X2, YO4 üstəgəl H2O. Düzdürmü? Yenə kütlələr MM verilib və burada 14,2 X2 YO4-ə, 1,8 də bura. Deməli, bunun öz kütləsinin cəmi, baxaq görək neçədir? 14,2 üstəgəl 1,8, yenə maddə kütləsinin saxlanılması qanununa əsasən yazırıq. 16 qramdırsa bu tərəf, məcburdur ki, burada 16 olsun. 8 böldük. Daha sonra XOH da tapırıq, YO3-ü də. Baxın. 2 vurulsun. X üstəgəl 17, 18. Aha. 10, 80 elə bil. 80-ə görə vururuq da. Buradan belə tənasübdür. Aha. 2, X üstəgəl 17, 80-dirsə, X üstəgəl 17 elədir, 40. Deməli, XOH-ım oldu 40. YO3-ə baxıram. Burada da Y üstəgəl 48-dir. Deyərəm 8-ə, yenə 8-ə 1,8-dirsə, 18-ə Y üstəgəl 48.
10, y üstə gəl 48 də bərabər oldu neçəyə? 80-ə. Mənim cavabım 80. Davam eləyək kimyəvi formullar üzrə hesablamadan. Natrium karbonat birləşməsində uyğun olaraq element atomlarının say nisbətini müəyyən edin deyir. Atomların say nisbəti ilə atomların kütlə nisbətini uşaqlar qarışdırır. Atomların say nisbəti deyəndə sadəcə indekslərin nisbətini yazırıq. 2, 1, yəni natriumdan 2, karbondan 1, oksigendən isə 3. 2, 1, 3 A variantı. Eyni şəkildə yenə buradakı da hansı birləşmədə element atomlarının say nisbəti 2, 1, 4 kimidir? Kalium 2, kükürt 1, oksigen 4. İndekslərin cəmi ilə atomlarının cəmi deməkdir. 2 üstə gəl 1, üstə gəl 4, 7. H3PO4 ortofosfatda indekslərin cəmini soruşur. Eyni şəkildə 8 atomları toplayırıq. Daha sonra MR-in tapılması, nisbi molekul kütləsinin tapılması, yəni bizdən MR MR NO2-nin soruşur. Deməli, azotun nisbi atom kütləsi 14-dür. İndeksi elə 1 olduğuna görə 14 üstə gəl. Oksigen 16-dır. 16 vurulsun 2, yəni 32. O da eləyər 14 üstə gəl 32, 46. Eyni şəkildə 6 da 7-yə baxaq. Belə sadə tipli məsələlərdən. Deməli, deməli 16 qram hidrogenin oksigendə yanmasından, tam yanmasından mütləq reaksiyanı yazmalıyam ki, əmsallaşdıra bilim. Deməli, 2H2 üstə gəl O2, 2H2O. Və burada 16 qram hidrogenin oksigendə tam yanmasından neçə qram su alınır deyir. Baxıram ki, hidrogenin reaksiyada 4 qramdır. 4 qramdan 2 vurulsun 18 qram su alınır. 2 mol, 18 qram da H2O-nun kütləsi, molyar kütləsi. Amma şərtdə deyir ki, 16 qramdan nə qədər alınır? X yazaram. 1, 4. Burada da 36 vur 4. 144 qram. Cavabımız olur 144 qram. Daha sonra bizdən kükürdün oksigendə tam yanması. Eyni şəkildə reaksiyanı yazıram. Burada əmsallaşdırmağa gerək yoxdur, sayları bərabər olduğu üçün. Baxıram ki, 32 qramdan 64 qram SO2 alınırsa, 8 qramdan nə qədər alınır? 16 qram. Daha sonra 9-da eynidir. Nitrat turşusunun bir molekulunda cəmi neçə atom var? Nitrat turşusu HNO3. Düzdürmü? 4, 5. Kütlə nisbətləri kalsium S, oksigen 5, 4, 6 kimi olan birləşmənin formulunu müəyyən edin deyir. 2 üsulla yaza bilərik. Hansı rahatdırsa, mən uşaqlara bildirirəm ki, onunla yazın. Deməli, uşaqlar, əvvəlcə ya bu üsulla yaza bilərsiniz. Bütün variantlarda atomların kütlə nisbətlərini yazıb ixtisar edib tapa bilərsiniz. Və yaxud məsələ həllində hər məsələn bax kalsium 5-dir, kükürt 4-dür, oksigen 6-dır. Bunların verilmiş burada kütlələrini öz nisbi atom kütlələrinə bölməklə 5 bölünsün 40 bərabər eləyək. 4 bölünsün 32 bərabər eləyək. 6 bölünsün 16-ya. İxtisar getdikdə 8, 1, 8, burada 8, 3 və bu 8-lər də getdikdə bizim nisbət atomların elə bir say nisbəti belə qalır. 1, 1, 3. Kalsium SO3. Bu qədər. 2 üsul da əslində asandır. Sadəcə birinci üsul çox vaxt aparır. Yoxlamaq lazımdır bütün variantları. Daha sonra baxaq buradan. Gəlin baxaq 12-yə. 12-də
Tərkibində azot və oksigenin kütlə nisbəti 7 bölünsün 12 olan azot oksidini müəyyən edin. Bu da eyni şəkildə 7 bölünsün azotun aeri nisbi atom kütləsi bərabər eləyək 12-ni bölək oksigenin aerinə. 1, 2, 4-ə 3, 4. Bu da 1, 2. Bizdə qalır 2-nin 3-ə nisbət. Yəni N2, O3. C variantı. Daha sonra 13-ə baxırıq. 50 qram kalsium X2 birləşməsində 10 qram kalsium olduğunu bilərək. Baxıram ki, 50 qramda deyir, 10 qram kalsium var. Mənim kalsium X2-min öz molyar kütləsi 40 üstəgəl 2x-dır. Burada nə qədər kalsium var? 40 qram. Buradan da həll edərik. 40 üstəgəl 2x bərabərdir 200, x bərabərdir 2x bərabərdir 160, x də bərabərdir 80. X-in nisbi atom kütləsini tapdıq ki, 80-dir. Bu qədər bəsit. Daha sonra kükürt dioksiddə kükürdün kütlə payını hesablayın. Kükürt dioksid bizdən SO2-də kükürdün kütlə payını soruşur. Kükürdün kütləsini, baxın, omega S yazaram. Omega S bərabərdir. Kükürdün kütləsi bölünsün ümumi kütlə, yəni 64 vurulsun 100%. O da 50% edər. Ya da elə SO2-də mənim ümumi 100%-dir maddəm. İkisi də 32 qram olduğu üçün 50-nin 50-yə olar. Belə də tapa bilərsiniz. Daha sonra baxaq. Çox dağınıq oldu. Deməli, aha. Burada nə soruşur bizdən? Hansı birləşmədə element atomlarının kütlə nisbəti doğru göstərilməyibdir? Yoxlayaraq tapa bilirik. 2H2S-də 2-nin 32-yədir, 1-in 16-ya ixtisar getdikdə qalır. Doğrudur. H2O-da 2-nin 16-ya da ixtisar etdikdə elə 1-in 8-ə qalır. Doğrudur. CO-da 12-nin 16-yadır. Burada da 4-ə ixtisar getdikdə 12-nin 16-ya baxın. 12-nin 16-ya ixtisar getdikdə 4-ə, 3-ün 4-ə qalar. Burada isə 3-ün 2-yə verilib. Deməli, səhv olan elə C variantıdır. 16-da eyni şəkildə karbonun yanmasına 18-ə baxaq. Karbonun yanmasına 24 qram oksigen sərf olunduqda karbonun yanması oksigenlər reaksiyası deməkdir. Əmsallaşdırmağa ehtiyac yoxdur. Onsuz da eynidir sayıları. 12 qrama baxıram ki, 12 qram karbon. Karbonun 24 qram, üzr istəyirəm. Diqqətsiz olduq. Aha. Bizdə 24 qram oksigen verilib. Oksigenə baxmalıyıq ona görə. 32 qram oksigen sərf olunanda 1 mol karbon qaz əmələ gəlirsə, 24 qrama nə qədər karbon qaz əmələ gələr, neçə mol əmələ gələr? Buradan da baxsaq, deməli, eləyər 32x bərabərdir 24. 8-ə ixtisar getsə 3, 4, o da 0,75. Eyni şəkildə 19-da da. Kütlə reaksiya dəmir daxil olmuşsa yazırıq. Dəmir üstəgəl kükürt alınır dəmir S. Doğrudurmu? Reaksiyaya 224 qram dəmir verilib. Neçə mol? X mol dəmir S bilmirəm, amma normalda 56 qramdan 1 moldur. Burada da qalar 4 mol. C variantı. Bu da belə. Daha sonra bir atomunun kütləsi karbon 12 izotopunun kütləsinin 6/7 hissəsinə. 12-nin 6/7 hissəsini taparıq. 14. Deməli, Y variantı. Daha sonra 22-ci suala baxaq. 22-də nə deyir? Diqqətlə baxaq. X və Y elementlərindən ibarət birləşmədə Y atomlarının sayının X atomlarının sayına nisbəti 1,5-ə bərabərdir. Y atomlarının sayının X atomlarına sayına nisbəti 1,5, yəni 1,5x bərabərdir Y. Buradan da biz
kəsir saxlaya bilmərik. Ona görə onlar 3x bərabərdir 2y. Onda kənar hədlərlə orta hədləri bir-birinə bərabər eləsək, onlar cavab x2, y3. D variantı 23 də eynisidir. Daha sonra 24-ə baxaq. 24-də nədir? Deməli, birləşmələr verilib. X2O, Y2O, Z2O. X, Y və Z-in adı hansı halda doğru verilmişdir? Biz keçmişdik protium, tritium, deuterium. Düzdürmü uşaqlar? Baxaq görək protium nədir, deuterium nədir, tritium nədir? Əgər hidrogenin izotoplarıdır bunlar. Demişik ki, hidrogenin proton sayı 1, nisbi atom kütləsi 1 olarsa, bu olur protium. Hidrogenin nisbi atom kütləsi 2, eyni şəkildə proton sayı bərabərdir də, yəni izotoplar proton sayları bərabər olan deməkdir. Amma nisbi atom kütlələri, neytron sayları dəyişir. Bu zaman o olacaq deuterium, D-dan yadımızda saxlayırıq demişik. Deuterium. Biri də var tritium, Tri-dən yadımızda saxlayırıq. Tritium. İndi baxaq görək burada X, Y, Z hansıdır? Oksigenin kütlələrini çıxırıq hamısından. 18-dən 16 qalır 2. Düzdürmü? X 2-dirsə 2-ni 2-yə 1. Deməli, X 1 olan olur protium. Daha sonra 20 çıx 16 4. 4 bölü 2 2 oldu deuterium. Daha sonra 22 çıx 16 6 6 bölü 2 3. Bu da tritium. Protium, deuterium, tritium B variantı. Eyni şəkildə 25-də eynisidir. Daha sonra 26-ya baxaq. Hansı hallarda hidrogen atomlarının sayı bərabərdir? Mol sayını hidrogen atomu sayına vururuq hamısında. Birincidə 8 hidrogen atomu, ikincidə 6 hidrogen atomu, üçüncüdə 6 hidrogen atomu, dördüncüdə 10 hidrogen atomu. 2 ilə 3 də bərabərdir. Y variantı. Sonra 27-ci suala baxırıq. 27-ci sualda, biraz bu mürəkkəb məsələdir. Diqqətlə qulaq asaq, əslində asandır. Deməli, uşaqlar, baxın, buraya yazaq ki, boş verək, burada daha yaxşı görünəcək. Deməli, boş hissədə yazsaq, deməli, x2, y3 verilib. Yazıram veriləni bura. Və deyir ki, omega y 48%-dir. Və mənim bu maddəmin özü bütövlükdə 100%-dir. Əgər y 48%-dirsə, x-a nə qədər qalır? 52%. Düzdürmü? Yazaram ki, 48, amma y-dən nisbi atom kütləsi verilib. Amma fikir verir ya, nisbi atom kütləsi verilib. Y3 verilməyib. Təkcə bir dənə y32 verilib. Ona görə yazaram ki, 48% 3 vurulsun 32-dirsə, bəs 52% 2x. Mən x-i tapmalıyam, x-in nisbi atom kütləsini. Bu zaman ixtisar eləsək, elə cavab 52 olacaq. 52 qram. Eyni şəkildə x3 y-ə baxaq, birində həll eləyək, sizə daha çox yaxşı aydın olsun. X3 y. Bu səfər yenə 31% verilib. Elə ayrı y-də 31-dir. Yazıram 31%-ə 31-dir y-in nisbi atom kütləsi. Bura 69% qalarmı x3-ə? Yazaram 69% x3 3x-dir. X-i tapmalıyam buradan, düzdür? 31-lər ixtisar getsə qalacaq 23. C variantı. Daha sonra 29-a baxırıq. 29-da x-m üstəgəl y-n 2xy verilib. Deməli, mənim m-imdə 2-dir, n-im də 2-dir. Daha sonra 3xm üstəgəl z2 2t verilib. Mənim t-im t maddəsini soruşur. Baxın, burada yerinə qoyaram. 3x2 m-i tapdım axı 2-dir. Üstəgəl z2 2 əmsalda verilib. T-im də onsuz x-dan z-dən ibarət olmalıdır. Baxaq görək, x3 yazaram ki, burada 6 dənə x-dir, burada 2 dənə z. Z-ə heç nə düşmür, çünki 2 var əmsalda. X-ə 3 yazaram ki, 6x olsun.
Deməli, mənim elə T maddəm X3Z-dir. A variantı. Kütlə payı bunları heç bildik. Gəlin indi baxaq 34-ə. 34-də 14,2 qram R2O5 maddəsində 8 qram oksigen var deyir. Baxın uşaqlar. Buradan silsək. Deməli, 14,2 qram R2O5 maddəsində 8 qram oksigen var. Yazıram olduğu kimi 14,2 qramda 34-də baxırıq. 8 qram oksigen var. 2 R üstəgəl 16 vur 5 80 qramda isə 80 qram oksigen var elə. R2O5-imin nisbi molekul kütləsi 2 R üstəgəl 80-dir. Burada da 80 qram elə oksigen var. İxtisar eləyərəm 10 2 R bərabərdir 140. Ay, üzr istəyirəm. Üstəgəl 80 bərabərdir 142. 2 R bərabərdir 142 çıx 80. 62. R də bərabərdir 31. Mən R-in nisbi atom kütləsini tapdım. İndi mənə deyir ki, Emir RH3-ü tap. R31 üstəgəl 3, 34. C variantı. Eyni şəkildə bayaq əslində izah eləmişdim. İndi bir də istəyirsiniz izah eləyək. Deməli, deməli. Aha. Baxaq, karbon və hidrogenin kütlə payları 75-in 25-ədir. Mən formulu müəyyən etmək üçün karbonun kütlə payını kütləsinə, nisbi atom kütləsinə, hidrogenin də kütlə payını hidrogenin nisbi atom kütləsinə bölərəm. İxtisar edərəm 1, 4. Yəni 1-in 4-ə nisbətində qaldı. O da olar CH4. B variantı. İndi baxaq. Əslində sadə olan, sadəcə uşaqların həll etməkdə çətinlik çəkdiyi məsələlər tiplərinə 37. Baxın uşaqlar, 37-ni oxuyaq. Birinci birləşməsinin formulu deyir ki, XY2-dirsə. 2 və 3 birləşmənin formulunu müəyyən edin bizdən, onları soruşur. Deməli uşaqlar, mən nəyi görürəmsə onu yazıram qarşısında. Deməli. Birinci deyir ki, XY2-dir, düzdürmü? Çox gözəl. İkinci və üçüncünü soruşur. Baxıram ki, birinci birləşmədə MX7-dir. Elə bir dənə də formul X verilib də. Deməli, mənim X-ım 7-dir. Y2 isə 8-dir. Yəni, 2Y bərabərdir 8-dirsə, Y bərabərdir 4-dür. Bax, bu qiymətlərə görə, X-la Y-in qiymətinə görə ikinci, üçüncü birləşmələrin formulunu mən müəyyən eləyəcəm. Baxın, ikinci birləşmədə X 14 qram verilib. Amma mənim 1X-im 7-dirsə, X-a neçədən olmalıdır ki, 14 qram olsun? 2 dənə. Y-də elə 2 olmalıdır ki, 8 qram olsun da, düzdür. Burada da 2-lər ixtisar gedər. Mənim formulum XY qalar ikinci birləşmədə. Üçüncü birləşmədə isə yenə X verilib 21. Amma mənim bir dənə X-im 7-dirsə, X-in indeksinə 3 yazaram. 3 dənə X lazımdır mənə. Elə Y-də 8 olduğu kimi qalır. Deməli, Y2. X3, Y2, XY. XY, X3, Y2. B variantı. Bu qədər sadə. 52-ci sualla davam edək. Bu artıq qalma məsələləri ümumiyyətlə uşaqlar üçün biraz çətindir. Amma indi baxaq görək, burada asan yolu necədir. Uşaqlar, deməli, başlanğıc maddələr verilib.
Reaksiyamız burada görürük ki, verilib belə mol sayıları da və deyir ki, başlanğıc maddələrin mol sayı artıq qalan maddə Z-lə və artıq qalan maddənin mol sayı verilib. S ilə işarə olunub. 1, 2, 3-cü müddəalardan görək hansı özünü doğruldur. Şərtlərdən görək hansı özünü doğruldur. Əvvəlcə birincini yazaq. Deməli, deməli SO2, 2 mol SO2 üstəgəl O2 alınır 2 mol SO3. Və birinci şərtdə deyir ki, SO2 4 mol, O2 isə 3 mol. İndi baxaq, reaksiyamızın özü 2-nin 1-ə gedir. Həcmində gedir. Baxaq görək, burada necə yazmalıyıq. Burada SO2 və O2-dən biri sərf olunmalıdır, tam sərf olunmalıdır. Biri isə artıq qalmalıdır. Və elə etməliyəm ki, həmişə yuxarıdan aşağını çıxa bilim. Baxın, əgər biri 3 eləsəm, 3-ə vursam, avtomatik 2-ni də 3-ə vurmalıyam. Bu zaman 2-ni 3-ə vursam 6 eləyər. 4-dən 6 çıxmaq olmur. Ona görə hər tərəfi 2-yə vuraram. 2-ni 2-yə vuraram, 1-i də 2-yə vuraram. Burada 4 tam sərf olundu. 4 çıx 4 0. Burada isə 2, 1 mol O2 artıq qaldı. Burada isə birinci şərtdə 1 mol SO2 artıq qalıb verilib. Ona görə 1 səhvdir. İkincini yazarıq. İkincidə də eyni şəkildə reaksiyamızı yazırıq. Daha sonra şərtdə verilənlər 3-ün 4-ə. Düzdürmü uşaqlar? 3-ün 4-ə gedirsə, normalda 2-nin 1-ədir. Yenə 1,5-ə vursam hər tərəfi. Bura 3, SO2 tam sərf olundu. Burada isə 2,5 mol O2 artıq qaldı. Bəli, düzgün verilib 2-də. Üçüncüdə isə, üçüncüyə baxaq. Eyni şəkildə SO2. Buranı silək. Deməli, üçüncüdə də eyni şəkildə 2 mol SO2, O2, 2 mol SO2, SO3. Burada da verilib 5 molun 2 mola. Reaksiyam 2-nin 1-ə baxırıq. Burada da 2-yə vursaq 2, 4. Bu da 1 mol SO2-nin artıq qalması deməkdir. Baxın, 5-in 2-yə gedəndə reaksiya 1 mol SO2 artıq qalır. Düzdür. Deməli, cavab olur 2, 3. 53 də eynisidir. 54-də də kütlə paydı. Bunlar heç. Əvvəlki testlərdə bunlara aid işləmişik. Bir də baxaq. Burada əsas lazım olan 57-58 tipli məsələlərə. Deməli, uşaqlar, burada bizə verilib, məsələmizi oxuyaq 57-ci sualda. Gümüş sulfat, natrium sulfat, mis sulfatdan ibarət duzlar qarışığında metalların ümumi kütlə payı 40%-dir. Baxın, uşaqlar, gümüşdə, natriumda, misdə ümumi olaraq 40%-dirsə, bəs turşu qalıqlarımız, SO4-lərimiz necə olar? SO4-lərimizə 60% qalar, çünki ümumi 100%-dir. SO4-lərə 60% qalarsa, mən buradan asanlıqla kükürdün də, oksigenin də kütlə payını tapa bilərəmmi? Deyərəm ki, ümumi kütləsi SO4-ün 32 üstəgəl 64, yəni 96-dır. 60% 96-dırsa, bəs kükürdü, məsələn, omega S-i tapmaq istəyirəm mən. 32 neçə faiz olar? Buradan da 1, 3, x bərabər olar 20-yə. Yəni, omega S-im 20%-dirsə, omega S-im 20%-dirsə, mənim də SO4-üm ümumi 60%-dir. Bir də oksigeni yazmağa ehtiyac varmı? Təbii ki, xeyr. Oksigenə də elə qalar 40%. 6 və 3. 3, 6. Bu qədər.